Hörmətli izləyicilərimiz, yenə də 11-ci sinif olimpiada suallarının izahına davam edirik. Tərkib hissələri arasındakı məna əlaqələrinə görə cümlələri müəyyənləşdirin, qruplaşdırın. Burada bizə əsas nə lazımdır? Baxın uşaqlar, bizə lazımdır məna əlaqələr. Məna əlaqələr sözünü biz harda rastlaşmışıq? Təbii ki, tabisiz mürəkkəb cümlələrdə. Tabisiz mürəkkəb cümlələr əlaqələndirən məna əlaqələr olur. Məsələn, zaman, ardıcıllıq, səbəb-nəticə, bölüşdürmə, aydınlaşdırma və s. Bu növləri biz belə qruplaşdırmalıyıq. Cavablardakı kimi hansı eynidirsə birlikdə qruplaşdırmalıyıq. Birdən Ələbbas kişi irəli yeriyib küçə pəncərəsini açdı, külək yağışı kişinin sifətinə çırpdı. Burada biz səbəb-nəticə görürük. Belə ki, burada əgər Ələbbas kişi pəncərəni açmasaydı, onun üzünə külək çırpasaydımı? Xeyr. Mən burada nə var? Səbəb-nəticə. Bu bir də yazaq səbəb-nəticə. İkinci, bu fikirləri müxtəlif yerə yoza-yoza çiçəklərin üstünə uzandı və onu yuxu apardı. Yəni burada uzansa yuxu aparmaya da bilərdi. Yəni burada səbəb yoxdur. Sadəcə ardıcıllıq var. Uzandı və onu yuxu apardı. Həm də mürəkkəb cümlədir. Yəni burada sadə cümlə deyil. Yenə də qeyd edirəm, burada səbəb-nəticə yoxdur. Ardıcıllıq var. Ona görə 2-nin üzərinə ardıcıllıq yazaq. Sonra 3, həyətdə daşlar düzüldü, böyük ocaq qalandı. Burada da yenə biz ardıcıllıq görürük. Əvvəlcə daşlar düzülür, sonra ocaq qalanır. Yəni burada da səbəb-nəticə yoxdur. Əgər səbəb-nəticə olsa, mütləq birinci tərəfdən doğan ikinci tərəfdən nəticə olmalıydı. Biz burada yenə ardıcıllıq yazaq. 4, Aslan bəy yerimizi alıb, bağrımız partlayır. Burada bağrımız partlamağın səbəbi nədir? Çünki Aslan bəy yerimizi alıb. Demək, bu nədir? Təbii ki, səbəb, nəticə. 5. Atamgildən ayrı düşməyimi elə bil indicə xatırladım və könlümə qubar düşdü. Deməli, könlümə niyə qubar düşdü? Çünki atamgildən ayrılmışdım. Səbəb, nəticə var uşaqlar? Təbii ki, var. Həm də hər biri də mürəkkəb cümlədir. Yəni, əgər belə cümlə qarşınıza çıxıb sadəsə, biz onu məna əlaqəsini götürə bilmərik. 6. Yəqin ona qulaq asan, inanan bir kişi tapılar və həmin kişi müşkül görünən işə əncam çəkər. Bu cümlədə deyir ki, əvvəlcə hansısa bir kişi tapılar, yəni nedir? Ona qulaq asan, inanan bir kişi tapılar. Sonra ardıcıl olaraq nə baş verər? Müşkül görünən işə əncam çəkər. Burada da ardıcıllıq var. Yəni burada da səbəb-nəticə yox. Nə var uşaqlar? Ardıcıllıq. İndi biz qruplaşdıraq. 1 səbəb-nəticə, 1, 4, 5 səbəb-nəticə, 1, 4, 5 səbəb-nəticə və ardıcıllıq 2, 3, 6, 2, 3, 6. Bu da hansına uyğun gəldi? Təbii ki, C bəndinə.